Hər vaxtınız xeyir millət, deməli uşaqlar 100 minlik FTMO akkauntunda trade eləyirik. İlk gündür, birinci gündür uşaqlar. Həqiqətən də birinci gündür. Bugün birinci gündür həm də Nasdaqda əməliyyat götürəcəm və bu əməliyyat belə görünəcək uşaqlar. Hal-hazırda göstərirəm mən sizə. Belə bir əməliyyat olacaq. Deməli bizdə Nasdaqda belə bir gözəl bir tendensiya olub. Ondan sonra biz hal-hazırda görürük ki, struktur pozğunluğu var və bizim qiymətimiz aşağıda bağlanıb və bizdə burada discount zone var və burada bizdə premium zona var. Biz buralardan artıq alacağıq və yuxarı qalxsa yuxarıdan da biraz götürmək olar və uşaqlar gedəcək biz aşağı hansısa bu zonalara dostlar. Burada əgər biz götürsək məsəl üçün şartovi bir situasiyadan belə bir şey qoysaq millət çəkirik aşağı və stopu da qoyuruq düz bizim təpəmizin üstündə və düşünürük ki, bizim qiymətimiz aşağı gedəcək. Burada hardasa 2-nin 89-a revert göstərir uşaqlar və bu məncə çox gözəl bir göstəricidir və bunu hələ biz götürə bilsək çox super olar uşaqlar. Hal-hazırda baxaq biz 100 minlik hesab uşaqlar heç bir əməliyyat açılmayıb. Hal-hazırda Nasdaqdayıq və Nasdaqda belə bir situasiya görürəm və Nasdaqda mən götürəcəm əməliyyat 1.5 lot 1.5 lot və həmən bu 1.5 lotdan biz yoxlayacağıq, görək bizdə burada nə qədər stop bizdən götürəcək. 280 dollar stop. Take profit də bizdə olacaq 280-ə. Eləyək uşaqlar hardasa buralara qoyacağım mən take profiti. Razumlu bir yerə, rahat bir yerə qoyacağım. Stop tez götürüm onu. Əməliyyatı açıram uşaqlar. Take profit deməli götürürük biz. Sell əməliyyat açırıq, görürsünüzmü? İlk əməliyyatdır bu hesabda. Deməli belə açdıq sell. Deməli short əməliyyatımızı açdıq və uşaqlar götürdük, öz stopumuzu qoyduq yuxarı 300 dollar stop və bizdə 707 dollar hardasa burada 700 dollar deyək ki, take profit. Görək əməliyyat necə olacaq uşaqlar. Əməliyyatların hamısını çəkəcəm, göstərəcəm sizə və çıxarış eləyəcəm. İnşallah görək nə qədər çıxarış eləyəcək. Heç nə bilmirəm, bu günləri ayın 1 dekabr. Görək biz gələn çıxarışa qədər nə qədər pul qazana biləcək və çıxarda biləcək uşaqlar. Millət, saat 16:28, situasiya belə davam edir və USD GPI-də də bir dənə short əməliyyatı açmışam. Baxaq ona da bir dənə chart, belə bir əməliyyat açılıb. Belə bir şey gəlin qrafikdə də göstərim. Millət, burada da short əməliyyat açılıb və düşüş gözləyirik. Likvidliyin yığılması üzrə. Görək, burada Elliot göstərir ki, buradan biraz aşağılardan yuxarı qalxacaq. Görək, bəlkə də take profitə çataraq o vaxta kimi. Belə də uzaq yerdə deyil, ona görə gözləyirəm. Görək, situasiya necə davam edəcək. H4-dür bu. Balaca time framelərdə birdən dönüş görsəm çıxacam yəqin ki əməliyyatdan. Videomu bəyənirik. Sizin üçün vaxt az gedəcək uşaqlar. Mənim üçünsə burada bir neçə gün sərf edəcəm. Ona görə videonu bəyənirik və şərhimizi bildiririk. Mən isə getdim əməliyyatları izləməyə. Aşağıda Telegram saxlamışam uşaqlar. Həmən o Nasdaq əməliyyatı burada da paylaşılır. Baxa bilərsiniz. Açıq kanaldır, keçid alıb izləyə bilərsiniz. 17.00 əməliyyatımız bizim USD GPI hal-hazırda 255 dollar plus göstərir. Sadəcə indi New York açılacaq, ona görə biraz narahatam sözün açığı. Amma görək, Nasdaq da bizdə. Nasdaqda da short gedir hələ ki. Gözləyirik uşaqlar. Burada da belə bir situasiya Elliot hələ ki özünü doğruldur və görək millət necə olacaq. Neçə saatdır biz əməliyyatdayıq. USD GPI və Nasdaq əməliyyatımız var. Görək xəbər çıxsın, neynir? İstəyirəm stop lossları çəkimmi deyirəm, amma yaxındır da. Stop lossu istəyirəm çəkim itirilməyən yerə birdən dala atsalar. Ona görə çox da sevmirəm belə əməliyyatları. Çünki gəlib düşür sessiyanın dəyişən vaxtına və bu heç xoşuma gəlmir mənim. Hal-hazırda bağlayıb çıxa bilərəm. Ən yaxşı variant olardı. Fikirləşirəm ki, necə eləyim. Amma short da gözləyirəm buradan. Baxaq, təcrübə olar. Əgər birdən bizi stop eləsələr, bu da bir təcrübə olar, bu da bir videoya düşər və gələn səfər çalışarıq. Bilmək olmur da uşaqlar. Bir də görürsünüz ki, birbaşa gedirlər. Bir də görürsünüz ki, o artıq qeybi görməyə yanaşır. Onu da biz bacarırıq. Amma burada bir stop vurulmayan yer var. Ona görə mən istəyərdim ki, əməliyyatları nəsə danışa mən baxıram. Gözləyək uşaqlar, gözləyək. Görək necə bağlanacaq bu əməliyyatlar. 390, 400 dollar bu dəqiqə götürə bilərəm və balansımda 400 dollar olacaq. Amma gözləsəm
700 dollar buradan. Buna qədər də 600 dollardır, 1300 dollar. Gözləsəm əgər götürə bilərəm. Belə bir düşüş var bizdə hal-hazırda. Millət bəyənək videonu, çünki videonu çəkməyə həqiqətən də konkret vaxt gedir. Saat 17:43. Uşaqlar, 2 də əməliyyatımı bağladım mən. Çünki hal-hazırda New York sessiyası başlayacaq və mən bilmirəm bazar özüm necə aparacaq. İstəmirdim ki, xeyirdə olan əməliyyatlarım minusa getsin. Ona görə də bağlayıb çıxıram. Bazarı biraz izləyirəm. Ondan sonra yenidən əməliyyatımı aça bilərəm. Çünki uşaqlar hal-hazırda göstərim mən sizə. Baxın burada. Bugünkü gün elə bir ki, bizim gəlirimiz 320 dollar oldu. Nədir bizdə burada? US cash 96 dollar, USD GPI 224 dollar. Daha çox götürə bilərdik. Sadəcə uşaqlar indi götürmədik də, yəni olan budur. Yəni çıxdıq hələ ki, görürsünüzmü, biz çıxan kimi burada situasiya yaranıb və qiymət hal-hazırda long getmək istəyir və çünki buraları vura bilərlər. Burada bizdə boş sahə var. Buraları görüb də geri qayıda bilərlər. Ona görə New York sessiyası başlayır. Sessiyalarda da mən əməliyyatı bağlayıram uşaqlar. Sizə də bunu tövsiyə edirəm. Sessiyadan sessiyaya keçirəndə əməliyyatı bağlayın və baxın görün bazar özünü necə aparacaq ümumiyyətlə. Elliot'un belə göstərməyinə baxmayın uşaqlar. Burada bazar istəsə beyni çönər çıxar gedər. Əks tərəfə, yəni buralarda olmalıdır. Bir hansısa bir setupdan sonra, məsəl üçün düşünürəm ki, buranı bir vurarlar, burada bir setup yaranar, ondan sonra davamlı şəkildə aşağı gedə bilərlər. Amma birdən-birə də gedə bilər, təbii ki. Onda mən artıq situasiyanı qaçırtmış olacağam. Amma əvvəlcədən setup yaransa, yenə də girəcəm, onu da çəkərəm sizə inşallah vaxt eləyib uşaqlar. Videonu izləyirik. Mən isə gözləyəcəm, görüm nə vaxtı bir setup tapıram ki, əməliyyata girim uşaqlar hələlik. Deməli uşaqlar, saat 18:35. Həmən bizdə US 100, Nasdaq belə bir hərəkət görürük və Euro-dollar haradaydı bizdə? Euro-dollar. Euro-dollar əks istiqamətdə hərəkət gözlənilir. Görürsünüzmü burada? Elliot'da da bizdə dalğası gözlənilir və biz sol tərəfdə belə bir sahə görə bilərik. Və uşaqlar, buradan hal-hazırda short əməliyyat götürmüşəm mən. Biz Bokovoy trendə də baxsaq, görürük ki, bir də görün burada var. Bokovoy da götürsək, məsəl üçün götürək buradan belə bir şey eləsək, biz görürük ki, Bokovoy trenddə də biz təpədəyik və buradan bir short götürülüb. Əlbəttə ki, ondan sonra yenə də burada hərəkət olacaq. Yəni ona baxacağıq. Əməliyyat burada belə görünür. Hal-hazırda uşaqlar. Belə bir əməliyyatdır, 2 dənədir. Biri US cash-dədir, biri də Euro-dollardadır. Euro-dollar belə görünür. Baxın. Belə bir şey görünür. Burada o şey idealini qəşəng görünür ha burada. Aha, burada görürük ki, Bokovoy trend gedir prosta. Və burada da belə görünür uşaqlar. Və Nasdaq da ki, öz tempindədir. Nasdaq bizdə общее движение longdur. Burada biraz korreksiya oldu. İndi buradan düşünürəm ki, mən Instagramda da atdım uşaqlar. Aşağıda saxlamışam Instagramı. Buradan yuxarıda deyirəm ki, fikirləşdiyimə görə FVG olduğuna görə burada çoxlu orderlər var və burada stop losslar var uşaqlar. Buradan short girənləri stop edib çıxartmalıdırlar. Və yuxarıdakı situasiyaya əsasən artıq hərəkət eləmək lazımdır. Görək necə olacaq, əməliyyatlarımız hələ ki var, artıq 200 dollar xeyirdir. Yəni götürsəm bu dəqiqə bağlasam hamısını, opşi bağlayıram mən burada, çünki burada başqa cürdür strategiya. Artıq 500 dollar elə ki bugün qazanmış oluram və kənara dura bilərəm və heç nə eləmədən o pulu sadəcə gözləyib 14 gün ərzində çıxarda bilərəm uşaqlar. Hal-hazırda görürük ki, qiymət hərəkət edir. New Yorkdayıq hal-hazırda uşaqlar. Deməli millət, saat 19:53 belə bir US 100-də hərəkət görürük. Hal-hazırda belə bir görürsünüzmü? Biz FVG-yə gəlib çatmışıq. Həmən bu zonadayıq. Hal-hazırda reaksiya görürük oradan və time frame 30 dəqiqə. Burada isə uşaqlar belə bir situasiya var. Artıq biz bu dəqiqə bağlansaq 640 dollar xeyirdəyik. Və indi mən fikirləşirəm, görüm nə edirəm. Görəsən take profitə gedib çatacağıq mı biz? Çünki biz FVG-nin içindəyik, məncə çatacağıq. Çünki hərəkət yaxşıdır. Bu günləri belə bir hərəkətimiz olub. Euro-dollara da baxaq. Chart. Bu da bizdə Euro-dollar koridorun içindən hərəkət edir. Bizim əməliyyatlarımız istoriyaya bu günləri uşaqlar. Hələ ki 320 dollar xeyrimiz var. Görək. Günün sonuna neçə dollar xeyirlə bağlanacaq uşaqlar. Bir gündən hər şey bitmir. Elə gün ola bilər, stop da ola bilər. Ona görə həmişə disiplinli olun. Çünki burada short göstərir US 100-də. Sadəcə biz hal-hazırda situasiyaya uyğun hərəkət edirik.
Deməli millət saat 20:30 görürük belə bir hərəkəti hal-hazırda və istəyirəm uşaqlar bu günləri yekunlaşdırım, əməliyyatları bağlayım. Keçid alıram və qrupovoy operasiya bütün əməliyyatları bağla. Uşaqlar, bu günləri profitimiz bizim $904 göstərir. Hal-hazırda $15 komissiya olub və hal-hazırda balansımızda nə qədər var? $10.889 pul var uşaqlar. Bu günləri treydimiz yaxşı keçdi. Bu günləri normal oldu. İndi görək inşallah sabah necə olacaq. Əslində belə deyim sizə, profit yaxşı profitdir. Əgər biz bunu hesablasaq məsəl üçün 10 minlik balans üçün, çünki 100 minlik sizin hesabınız 10 minlik balans kimi hesablanır. Əgər bunun üçün biz bunu hesablasaq uşaqlar, bu çox gözəl bir profitdir 10 minlik balans üçün. Bu 8% deməkdir uşaqlar. Yəni bu çox gözəldir və normal gəlirdi belə deyək. İndi görək uşaqlar, yenə də 100%lik situasiya olsa əgər, təbii ki, mən yenə də çəkəcəm əməliyyat və sizə göstərəcəm. Çünki uşaqlar 100 minlik hesabdan siz 15 gündən bir 1000 üstü pul çıxartsaz, ucu superdir yəni. Yuxarı qaldırmaq lazım deyil, çünki bu riskdir. Nə ehtiyac var? Ondan sonra siz çalışmalısınız, fon hesabları əldə eləyəsiniz və bir neçə dənə hesabınız olsun ki, məsəl üçün hər hesabdan 1000 çıxardanda 4 hesabdan $4000 pul eləyir. Bu isə çox gözəl gəlirdi. İndi görək uşaqlar, kontent çəkirik, videonu bəyənirik, görək indi sabah başımıza nə gəlir. Bu günləri yekunlaşdırıram uşaqlar hələlik. Millət, ayın 2-si, hər vaxtınız xeyir olsun. Saat 18:20-dir. Bütün gün oturmuşam, Nazdaqı izləmişəm. Heç bir situasiya yox idi. Hal-hazırda 4 saatlıq şamda 3 dəqiqəlik şamlardı uşaqlar. Giriş nöqtəsi axtarmışam, girmişəm. Hal-hazırda əməliyyat belə görünür. $87 minus, $200 plus belə bir göstərici qoymuşam və burada da bu belə görünür uşaqlar. Görək bizdə necə olacaq, situasiya necə razvivasiya eləyəcək, hamısını göstərəcəm sizə uşaqlar. Bu günləri bir dənə əməliyyatımız olub, o da ki budur, bu dünənki tarixçədir. Bugünkü əməliyyatımız isə budur uşaqlar. Gözləyirik, görək necə olacaq. Long gözləyirəm, Nasdaq ayın 2-si 2/12/2025 18:21. Gir bir dənə bu tarixdə bax gör, Nasdaq yuxarı gedib yoxsa aşağı gedib dostum. Millət, saat 18:42 Nasdaqda belə bir uçuş var. Burada euro dollarda da bir dənə əməliyyat açdım mən. Çünki görürsünüz burada belə bir şamımız var və stop lossu da atmışam mən həmən şamın arxasından uşaqlar. Yığdılar və düşünürəm ki aşağı gedəcək euro dollar və Nasdaq yuxarı gedəcəyinə baxıram. Uşaqlar, Nasdaqda məndə texniki bir səhv oldu. Burada bir əlim stopa dəyib çəkilib yuxarı tez stop oldu, təzədən yenidən açmışam əməliyyatı. Deməli euro dollarda short gözləyirəm, $122 götürəcəm. Если что, US Cash-də də ki, US Cash bizdə uçdu da, qəşəng uçdu göyə. $42 aralarda da var. Deməli $250 da oradan götürəcək. İkisi bir yerdə hardasa $300-400 falan eləməlidir ikisi bir yerdə. Ya da baxım görün. 253 və burada nə qədərdir? Euro dollarda da ki 122. Hədə $350 falan belə bir şey. Görək millət, görək situasiya necə özünü doğruldur. Görürsünüz, Elliot getdi 2-ci, 5-ci dalğaya dəydi. Bir də buna bax. Saat neçədir? 19:09. Vəziyyətə bax belə. 3-cü, 5-ci dalğaya gedir avcı. İndi euro dollara bax hələ. Euro dollara. Bax, euro dollarda da ki belə, bir də buradan. Keçid buradan al. Burada qoymamışam mən heç nə. Buradan girmişik yəni. Euro dollar da buradadır. Demək olar ki, bu dəqiqə bağlasam $1000 üstündə balans olur. Mən istəyirəm ki, heç olmasa $1200 falan olsun. $200 brokerim, $1000 da mənim. Belə 10.000-ə $1000 pul qazanırsan da. O da ki, ayda 2 dəfə baş versə $2000, elə bil $10.000-a $2000 aylıq gəlir qazanırsan. Bu da 20% edir. Məncə çox süperdir. Gələ take olur. Take olur. Görək bu video düşəcək. Take profit. Ayda Nasdaq hələ dala qayıtdı deyən.
Nasdaq gedir. Nasdaqda fikir ver. Nasdaqda stopu çəkirəm yuxarı, dalıca da. İndi bax burada da bir dənə belə situasiya yaratsa, biraz da stopu çəkəcəm dalıca. Elə bil ki, bildiyim biz burada trolling stop eləyirik. Elliot burada göstərir ki, 5-ci dalğada var. Yəni qiymət hələ ki gedir uşaqlar. Bu long gedir. Yəni bu gedir. Bunu heç nə saxlaya bilmir hal-hazırda. Biz buna 4 saatlıqda baxanda da görə bilərik ki, uşaqlar bu gedir də qardaş. Ayda qoy getsin də görək hara kimi gedəcək. Если что, SL-imizi çəkəcək yuxarı və bu SL-i yuxarı çəkmək bizi trolling stopla aparacaq. Nə qədər götürərik. Все. Deməli, balans uje 989 dollar. Bu biyalar texniki səhvlə olan 30 dollar. Bu da euro dollar take profit 123 dollar. Все. Super. Bu challenge hesabıda hansı ki keçirik. Bunun video adiyyatı yoxdur uşaqlar. Burada da belə bir situasiyadır. Burada 10.000 eləməliyəm. Hal-hazırda belə bir plus göstərir. US cash qoyub üstünə. Aha. Burada görürsünüz risk biraz çoxdur. Nəyə görə çoxdur? Çünki uşaqlar burada biz challenge keçirik. Biz tez hesabı əldə etməyə çalışırıq. Amma artıq qazandığın hesab daha şirindir. Orada biraz sakit əməliyyatlar açırsan. Belə bir qəşəng bir şey var. Profit var. Prosta gedir də qardaş. Bu gedir. Bunu mən niyə bağlayayım ki? Səbirli olmaq lazımdır da. Yəni belə bir qaymaq situasiyalardan bu 4 saatlıqda baxanda biz görürük ki, vurmazlar buraları. Səncə? Vurarlar. Vurmalıdırlar da. Məqsəd odur da bazarda. Şu bomba kimi. Hal-hazırda da saat 19:14. Görək situasiya necə özünü razvivat edir, xəbər edəcəyik sizə. Millət, hər vaxtınız xeyir olsun. Deməli 3 dekabr belə bir əməliyyatlarımız var. Balansımız hal-hazırda 1000 dolları keçmişik. Sadəcə elə əməliyyatlar açıldı uşaqlar. Burada da bu Rizvanın hesabıdır. %GPI-də short keçid alıb. Məndə də burada bir dənə əməliyyat var, %GPI. Uşaqlar gözləyirik. Dünən 1-2 dənə stop yemişik. Ona görə hələ ki belə bir göstərici var. Çoxlu xəbər var. Həmən xəbərlərə əsasən də nə demək istəyərdim uşaqlar? Baxın, fon hesablarıdır, xəbərlərdə trade eləmək olmaz. Çoxunda belədir, amma reklam olmasın. Soruşursunuz məndən FTMO, Alpha Capital və Fundex Pip. Nə idi onun adı? Funding nə? Funding Pips'də ticarət eləyə bilərsiniz uşaqlar. Bu brokerlər hal-hazırda ən yaxşı belə necə deyirlər, etibar eləyəsi brokerlərdə hansı ki siz challenge hesabı ala bilərsiniz və ondan yararlana bilərsiniz. Gözləyə görə bizim əməliyyatlarımız necə yekunlaşacaq? 3 dekabrdır, 1 dekabrdan başlamışıq. Bugün 3 dekabrdır. Görək nə edə biləcək və dostlar 14 gündən bir bizdə çıxarış olduğuna görə normal bir məbləğ olsa mən gözləyəcəm çıxarışı və bununla paralel də biz hal-hazırda FTMO challenge hesabını da keçirik əlbəttə ki. Qısaca challenge hesabını da göstərim sizə. Burada da 820 dollar, 700 dollar Zeta Plus göstərir. Deməli uşaqlar saat 17:00 bağladım əməliyyatı çünki 15 dəqiqədən sonra xəbər olacaq və mənim əməliyyatlarım biraz yuxarıdan idi dostlar. Deməli bizdə burada 448 dollar gəlir olub. Bugün 30 dollar komissiyamız olub, balans 418 dollar. Bugünkü profitimizdir. Yaxşı gəlirdi uşaqlar, super gəlirdi. Yəni düşünün ki 10.000-lik hesabda trade edirsiniz və hal-hazırda 1192 dollar balansda pul var. Mən sadəcə bu hesabı kənara qoya bilərəm və trade eləməyib 14 gündən bir bizdə çıxarış olur. Çıxarışımı eləyə bilərəm uşaqlar. 1000 dollarımı çıxarda bilərəm. Yəni çünki oradan 80% də gedir brokerə, 900 neçə dollar mənə gəlir. Bunu eləyə bilərəm uşaqlar. İndi baxacağıq. Əgər hal-hazırda bazarda xəbər olacaq və situasiyalar dəyişəcək, görək bazar necə aparacaq. Əlbəttə ki, euro-dollarda bu günləri 3-cü gün 3 dekabr saat 17:02. Bizdə euro-dollar long və USD GPI short görürük. Ona görə də pozisiyanı gözləyəcəm uşaqlar. Görə korreksiyadan imkanlar yaranacaqmı long girmək üçün euro-dollarda və short girmək üçün USD GPI-də. Çünki baxın mən çıxan kimi həmən çıxdığım yerdən artıq M5 time frame-də görürük ki, yüngül bir korreksiya var uşaqlar.
Long gedirmi gedir. Sadəcə buralardan girmişdim deyə biraz yuxarılardan gecikməklə girmişdim. Qardaşım Rizvan daha yaxşı yerdən keçid almışdı bu əməliyyata. Görürsünüzmü gedir long. Burada bir korreksiya gözləyirəm. Ona görə də uşaqlar hələ ki gözləyəcəm və görək situasiya necə razivasiya edəcək. Əsas odur ki inkişaf edəcək. Yəni əsas odur ki mən öz praktimi götürmüşəm və gözləyirəm növbəti situasiyanı. Vəsə dostlar, sizin üçün bu 1 saniyə çəkəcək, mənim üçünsə görək nə qədər çəkir. Situasiyanı gözləyəcəm və əməliyyatımı açacağım uşaqlar. Millət 4 dekabr. Yenə də sizi salamlayıram. Mənim üçün burada günlər gedir, siz bir dənə videoya baxırsınız. Bu günləri artıq mən bitirdim. Yəni çıxarış eləyəcək Founded hesabında olan gəlirimi hal-hazırda göstərəcəm. Və dostlar, bu sizin üçün çox az keçəcək. Yəni bir neçə dəqiqəlik, amma mənim üçün bu bir neçə gün olacaq. Çünki burada çıxarışlar 14 gündən biridir uşaqlar və mən bu çıxarışı eləyəcəm uşaqlar. Ondan sonra yenə də ticarət eləyəcəm. Yəni dostlar, hal-hazırda balansı göstərirəm sizə. Baxın millət. 103.131. Buradan hardasa 20% gedəcək brokerə. Qalan hardasa 2800-2900 dollar mənə gələcək. Bu da swing akkauntumuzdur. Uşaqlar, bu bizim əməliyyatlarımızdır. Hansı ki take profit olub hamısı görürsünüzmü? Bilmirəm necə görünür. Uşaqlar görürsünüz. Hamısı take olub. USD GPI və Euro dollar. Euro dollar da bizdə 447 dollar, USD GPI-də də 1227, 518, 258 dollar. Общий bugünkü gəlirimiz 2451 dollar. Uşaqlar, bunu saxlayıram mən. Последний месяц, sonuncu ay gəlirimiz 3286 dollar. Və 155 dollar burada bizdə komissiya göstərir uşaqlar. Baxın, bizdə belə bir stop losslar da olub. Yəni hamısı da plus deyil, stoplarımız da olub. Amma biz artıq gəlirdəyik uşaqlar və bu pulu mən çıxarış eləyəcəm. Pulu çıxarış eləyəcəm və sizə bunu burada göstərəcəm uşaqlar. Yəqin ki, çıxarışı mən bundan sonraki videoda göstərərəm. 2 yerə böləcəm videonu uşaqlar. Bu videoda mən sizə bu əməliyyatları necə açmışam, necə əməliyyatlar olub, real bir şəkildə göstərirəm uşaqlar. Növbəti videoda isə çıxarışı və bütün hesabı sizə göstərəcəm uşaqlar. İzləmədə qalırıq millət. Mən hal-hazırda challenge hesabını da keçirəm. Həmən challenge hesabını da sizə bu dəqiqə göstərim. Baxın uşaqlar, burada challenge hesabı da var. Görürsünüzmü? Bu isə bizdə akkauntdur. Keçid alırıq biz challenge hesabına və challenge hesabında da 3200 dollar görə bilərik. Bu da challenge hesabımız uşaqlar. Bu da bizim qazancımız. Burada da biz baxa bilərik. Последний месяц 3400 dollar son ayda bizdə burada gəlir olub uşaqlar. Vəsə millət, belə bir video alındı. Çıxarış videosunu gözləyin uşaqlar. Çıxarış gəlsin. Mən o videonu sizlə paylaşacağım. Çünki uşaqlar ayın 4-üdür. Bir də bizdə çıxarış yəqin ki ayın 14-ü olacaq. Və çıxarışdan sonra da çıxarış gələndə çıxarışı necə eləyəcəm, nətər eləyəcəm, necə olacaq, çıxarış necə gəlir çıxır. Hamısını sizə göstərəcəm uşaqlar. Ona görə də kanala abunə oluruq və izləməyə davam edirik millət. Çünki burada çoxlu pul var. Hamınıza uğur və nailiyyətlər və bolca keş uşaqlar. Növbəti videoda görüşərik. Hələlik bütün rəsmi linklər aşağıdadır millət.